Uzun illər əvvəl Yaqub 12 oğlu ilə birlikdə Kənan torpağında yaşayırdı. Kiçik oğlunun adı Yusif idi. Atası onu digər oğullarından daha çox sevirdi. Günlərin bir günü Yusif yuxu gördü və yuxusunu qardaşlarına danışdı. Həqiqətən elə düşünürsən ki, bunu yuxuda görmüsən deyə hamımıza hökmranlıq eləyəcəksən? Şimon düz deyir. Atamız o axmaq xalatı sənə verdiyinə görə elə bilirsən bizdən daha yaxşısan? Ruben, sən hamımızdan böyüksən, sənin deməyə sözün yoxdur? Doğrudur, mən başçı olmalıyam. Həm də mən heç vaxt sənin qarşında baş əymərəm, Yusif. Eşitdin, ay səni balaca yaramaz. Yaxşı da, qardaşlar, mən qətiyyən sizi incitmək istəmirdim. Əslində heç belə düşünmürəm də. Bu sadəcə bir yuxudur. Yaqub bu ailənin atası idi. O qüdrətli Allaha ibadət edirdi. Allah Yaquba göründü, əvvəl babası İbrahimlə, sonra da atası İshaqla bağladığı əhdi ona bildirdi. Binyamin, atamız gəlir. Yusif, Binyamin, iki ən sevimli oğlum. Ata, sən hardaydın? Qurbangahda Allaha ibadət edirdin? Hə oğul, Allah mənimlə danışdı. O mənə dedi ki, həmişə bizimlə olacaq. Ailəmizə xeyir-dua verəcək. Bizim ailəmiz bütün dünya üçün xeyir-dua olacaq. Bizim ailəmiz? Biz necə bütün dünya üçün xeyir-dua ola bilərik ki? Mən bilmirəm oğlum. Bu mənim üçün də sirdir. Ata, bilirsən nə olub? Bir neçə gün əvvəl yuxu görmüşdüm. İndi heç bilmirəm nə edim. Yusif, sən həmişə xüsusi hikmətin olub. Mən çox təəccüblənirəm ki, sən öz yuxunu başa düşə bilmirsən. Sadəcə yuxumu qardaşlarıma danışanda onlar mənə çox qəzəbləndilər. Doğrudan? O yuxunu mənə də danış görək. Yuxuda gördüm ki, günəş, ay və 11 ulduz mənə baş əyir. Yusif, şübhəsiz ki, sən bütün oğullarımdan daha əzizsən. Amma bu yuxum hətta mənim üçün də çox mənasızdır. Yəni deyirsən ki, mən, anan, 11 qardaşım sənin qarşında baş əyəcəyik? Bilmirəm ata, mən heç nə bilmirəm. Bir gün Yaqub bir iş tapşırmaq üçün Yusifi yanına çağırdı. Yaqubun ağlına da gəlməzdi ki, belə sadə bir şey onların həyatını həmişəlik dəyişəcək. Ata, mənimlə danışmaq istəyirdin? Hə, oğlum. Qardaşların qoyun sürüləri ilə şimala gediblər. Necə olduqlarını bilmək istəyirəm. Onların yanına get. Özünlə də biraz yemək apar. Ata, içimdə narahatlıq var. Narahat olmağa dəyməz. Get, qoy Allah səni qorusun. Yahu da, gör bura kim gəlir? Bu ki xəyalpərəst Yusifdir. Əynində də atamızın onun üçün tikdiyi o gülünc xalat. Ona nifrət edirəm. Kaş ki ondan bir dəfəlik qurtulmağın bir yolu olardı. Ölsəydi canımız qurtarardı. Əgər onu öldürə bilsəydik, atamıza deyərdik ki, bir vəhşi heyvan ona hücum eləyib, onu yeyib. Şimyon, yəni doğrudan öz qardaşımız Yusifin ölümündə günahkar olmaq istəyirik. Gəlin elə onu quyuya ataq. Ruben haqlıdır. Əgər onu quyuya atsaq, onsuz da öləcək. Qardaşlarım, necəsiz? Atam tapşırdı ki, gəlib sizə baş çəkim. Bu dəfə bizi tapdığına peşman olacaqsan, xəyalpərəst. Sən nə danışırsan, Şimyon? Yusif! Tutun onu! Dayanın, ey, bəsdir, baxın. İndi bütün gözəl yuxuların sənin kabusuna dönəcək. Çıxar bunu, xalatını çıxar. Vur onu. Vurun onu. Onu quyuya tərəf aparın. Atın onu quyuya. Atın. Başqa yol yoxdur. Atın. O heç tərpənmir. Bəlkə artıq ölüb. Yox, qat. Yəqin biz onu biraz qorxutmuşuq. Onu deməyə başlayanda onun sır sifətini gördünüz. Mən həmişə bunu etmək istirdim. Mənim də. Amma bir tərəfdən də öz qardaşımı öldürməkdə təqsirkar olmaq istəməzdim.
Deyəsən kimsə bu tərəfə gəlir. Bəlkə karvandı gələn. Hə, yəqin onlar Misirə gedirlər. Karvandır. Yəqin ki onlar özləri ilə qulları da aparırlar, hə? Məncə hə. Amma bu səni niyə belə maraqlandırır, Yahuda? Görmürsən? Qardaşımız Yusif həmişə bizim üçün problem olub. Amma biz onu qul kimi sata bilərik. Beləliklə də onun ölümündə təqsirkar olmarıq. Hətta bu işdən yaxşı pul da qazana bilərik. Qardaşlarım, yalvarıram, belə etməyin. Oğullarım, Yusifi sizi axtarmağa göndərmişdim. O sizi tapdı. Ata, bax gör, yolda nə tapmışıq. Bir bax gör bu Yusifin xalatıdır. Yusif, yox. Yox, Yusif, oğlum. Bu onun xalatıdır. Onu vəhşi heyvanlar parçalayıb öldürüb. Axı mən niyə sənə qulaq asmadım? Ata, hamımız buna görə təəssüf edirik. Məni tək buraxın. İndi oğlum Yusif üçün yas tutmalıyam. Sonra da öləcəm. Karvan Yusifi Misir adlanan uzaq bir ölkəyə apardı. Orada onu Patifar adlı çox imkanlı bir adama qul kimi satdılar. Amma Allah Yusifin yanında idi və hər işdə uğur qazanmasına kömək edirdi. Patifar da bunu hiss edib, Yusifi evinin və sahib olduğu hər şeyin üzərinə nəzarətçi qoydu. Sabahınız xeyir ağam Patifar. Sabahınız xeyir xanımım. Yusif, Bütün mal-qaranızın həm də məhsulunuzun hesabatını gətirmişəm. Yusif, çox sağ ol. Bütün əmlakımın nəzarətini sənə verdiyim üçün artıq heç narahat deyiləm. Yusif güclü və yaraşıqlı idi. Günlər keçdikcə Yusif Patifarın arvadının daha çox xoşuna gəlirdi. Yusif, Xanımım, məni çağırmısınız? Yusif, Sizə nə qulluq göstərə bilərəm? Yusif, bir bilsən ürəyim səni necə istəyir. Xanımım, Gəl yanıma, qucaqla məni Yusif. heç vaxt bunu edə bilmərəm. Gəl indi mənimlə yat. Bu Allaha da ağam Patifara qarşı da böyük günah olar. Bunu məndən necə istəyə bilərsiniz? Çünki mən səni çox sevirəm Yusif. Xanımım, yox, xahiş edirəm. Mənimlə yatağıma gəl. Yox, yox. Yusif onunla yatmağa razı olmayanda Patifarın arvadı qəzəbləndi və Yusifin haqqında yalan uydurdu. Yusif mənə hücum etdi. Mənimlə yatmağa çalışdı. Baxın, bu da onun paltarıdır. Mən qışqırmağa başlayanda o qaçdı. Patifar evə qaydanda arvadının dediyi dəhşətli yalanı eşidib qəzəbləndi. Yusifi padşahın məhbuslarının saxlandığı həbsxanaya atmağı əmr etdi. Hətta həbsxanada da Allah Yusiflə idi. Çox keçmədi ki, həbsxana rəisi onu digər məhbusların üzərində nəzarətçi qoydu. Məhbuslardan biri isə Fironun keçmiş saqisi idi. Saqi ağa, necə yatmısınız? Dəhşət, gördüyüm yuxu məni narahat etdi. Yata bilmədim. Demək olar ki, oyaq qalmışam. Yuxu? Bəlkə bu məsələdə sizə köməyim dəyər. Sən yuxuları yoza bilirsən? Yuxuların mənasını yalnız Allah aça bilər. Yuxunuzu mənə danışın. Yuxuda 3 salxımı olan üzüm tənəyi gördüm. Üzümləri sıxıb padşah Firon üçün şərab hazırladım. Saqi ağa, narahat olmağa dəyməz. Yuxunuzun mənası odur ki, 3 gün ərzində padşah Firon sizi həbsxanadan azad edəcək. Siz onun saqisi kimi yenə də işinizə qaydacaqsınız. Nə yaxşı. Saqi ağa,
Azadlığa çıxanda məni xatırlayın. Çünki haqsız yerə qul kimi satılmışam. Həbsə atılmağa layiq də heç bir iş görməmişəm. Hər şey Yusifin dediyi kimi oldu və Saqi saraydakı vəzifəsinə qaytarıldı. Amma orada olanda Yusifi unutdu. Yusif həbsxanada qaldı. Yaqub oğlu Yusifi heç unuda bilmirdi və illərlə oğluna yas tutdu. Çox sağ ol Binyamin. İndi isə yaxın gəl. Məni qucaqla. Yanımda olduğunu hiss eləmək istəyirəm. Binyamin, indi mənim tək təsəllim sənsən. Məndən çox uzaqlaşma. Yahuda, atamız daha demək olar ki, çadırından çıxmır. Bəzən onun yaşamaq istəmədiyindən qorxuram. Hə, Ruven. Onu belə görmək mənə də çox üzür. Kaş ki, Yusifi geri qaytarmağın bir yolu olardı. Bir gecə bütün Misirin padşahı olan Firon onu çox kədərləndirən yuxu gördü. Buna görə də o, müdrik adamlarını və sehirbazlarını çağırdı. Lakin onlardan heç biri onun yuxusunu yoza bilmədi. Necə ola bilər ki, heç biriniz mənim yuxumu yoza bilmirsiniz? Ağam, hələ zindanda olarkən tanış olduğum bir gənc yadıma düşdü. O mənim yuxumu yozdu. Hər şeydə mənə dediyi kimi oldu. Doğrudan, əgər belədirsə dərhal o gənci yanıma gətirin. Dünən gecə yuxu görmüşdüm. Heç kim bunu mənə izah edə bilmir. Yuxuları yozmağı bacardığın doğrudur. Firon, ağam, mən sizin yuxunuzu yoza bilmərəm. Amma mənim Allahım bunu edə bilər. Yuxunuzu mənə danışın. Çox yaxşı. Yuxuda gördüm ki, çaydan 7 kök sağlam inək çıxdı. Onların ardınca da 7 halsız arıq inək çıxdı. Bu arıq inəklər sürünərək kök inəkləri yedi. Amma yenə də əvvəlki kimi arıq və halsız görünürdülər. Bu məni narahat edir. Çünki yuxu çox aydın idi, amma mənasını başa düşə bilmirəm. Ağam Firon, Allah sizə nə baş verəcəyini göstərir. 7 kök inək Misir torpağında 7 il böyük bolluq olacağına xəbər verir. Ancaq 7 arıq, halsız inək tezliklə 7 il aclıq və yoxsulluq olacağını bildirir. Aclıq o qədər dəhşətli olacaq ki, heç kim bolluq olan illəri xatırlaya bilməyəcək. Bu dəhşətdir. Nə edə bilərik? Firon, ağam, siz müdrik və dərrakəli bir adam seçin ki, o bolluq illərində məhsulu yığıb saxlasın. Bu yolla aclıq illərində kifayət qədər ərzaq olacaq. Bəli, çox gözəl fikirdir. Bunu kim səndən yaxşı edə bilər ki, Yusif? Ağam, mən? Bəli, səndən daha müdrik və ağıllı heç kim yoxdur. Çünki bütün bunları sənin Allahın sənə açdı. Bugün səni bütün Misir torpağının başçısı təyin etdim. Bütün insanlar sənin əmrinə tabi olmalıdırlar. Yalnız mən səndən böyük olacağım. Çünki mən padşaham. Hər şey Allahın yuxuda göstərdiyi kimi oldu. Torpaq növbəti 7 il ərzində bol məhsul verdi. Yusif o qədər çox taxıl topladı ki, artıq taxılı heç ölçmürdü. Çünki məhsul hesablanmayacaq qədər bol idi. 7 bolluq ili gəlib keçdi. Sonra 7 illik qıtlıq başladı. Yeməyə heç nə yox idi. Aclıq Yaqubun hələ də ailəsi ilə birlikdə yaşadığı Kənan torpağına, eləcə də bir çox başqa ölkələrə yayıldı.
Ata, bugün sürümüzdən 10 qoyun da öldü. Daha yeməyə heç nəyimiz qalmayıb. Niyə heç nə eləmədən orada dayanıb bir-birinizə baxırsınız? Mənə dedilər ki, Misirdə taxıl var. Misirə gedin. Hamımız acından ölməmiş. Bizim üçün oradan taxıl alıb gətirin. Hamımız gedək? Bəli. Binyamindən başqa hamımız. O burada mənimlə qalacaq. Qardaşları nəhayət Misirə gəlib çatdı və Yusif onları dərhal tanıdı. Bunlar mənim qardaşlarımdır. Ola bilməz. İllər əvvəl yuxuda gördüyünü xatırladı. Lakin Yusif onları sınayıb, dəyişib-dəyişilmədiklərini görmək üçün özünü tanımamazlığa vurdu. Ey, siz hardan gəlmisiniz? Ağa, biz Kənanlıyıq. Buğda almağa gəlmişik. Buğda almağa? Mən sənə inanmıram. Siz hamınız ölkəmizin zəif yerlərini öyrənməyə gəlmiş casuslarsınız. Xeyr ağam, biz 12 qardaşıq. Bir atanın oğullarıyıq. Ən kiçiyi evdədir. Digər qardaşımız isə artıq aramızda deyil. Biz şərəfli adamlarıq, casus deyilik. Dedim, casussunuz. Mühafizəçilər, bu casusları həbsxanaya atın. Aman Allah, bu nədir başımıza gəlir? Sakit ol Şimeon. Qardaşımız Yusifə etdiklərimizə görə cəzalandırıldığımızı görmürsən? Mən sizə dedim axı onu incitməyin. Amma siz məni dinləmədiniz. İndi hamımız onun ölümünün əvəzini ödəməyə məcburuq. Qardaşlarım həqiqətən öldüyümə inanırlar. Mən sizə rəhm etməyə qərar verdim. Dediklərinizin doğru olduğunu sübut etmək üçün sizə bir imkan verirəm. Biriniz burada həbsxanada qalacaq. Qalanlarınız isə ailənizə ərzaq aparacaq. Burada qalan qardaşınızı azad etmək üçün ən kiçik qardaşınızı yanıma gətirməlisiniz. Sizin doğru danışdığınızı yalnız o zaman biləcəyəm. Binyamini onun yanına gətirməyimizi istəyir. Atamız heç vaxt buna icazə verməz. Amma indi başqa yolumuz yoxdur. Baş üstə ağam. Ey, sən qardaşların qaydana qədər həbsxanada qalacaqsan. Qardaşlar, məni burada unutmayın. Mümkün qədər tez qayıdın. Aradan aylar keçdi. Yusifin qardaşlarının Misirdən gətirdikləri ərzaq tükənmək üzrə idi. Ata, biz yenə Misirə getməliyik. Amma Binyamini özümüzlə aparmasaq, buna cəsarətimiz çatmaz. Yox. Mən axı sizə dedim, yox. Ata, icazə ver, kiçik qardaşım mənimlə getsin. Sənə söz verirəm, onun qayğısına qalacam. Onu geri qaytarmasam, ömür boyu məni günahlandıra bilərsən. Binyamin, başqa çarəmiz yoxdur. Qardaşın Yahuda ilə get. Qoy uca Rəbbimiz sizi öz lütfü ilə qorusun. Əgər mən daha bir neçə oğlumun ölümünə dözməliyəmsə, qoy belə olsun. Misirə qayıtdıqdan sonra qardaşlar yenə Yusifin huzuruna getdilər. Ah Binyamin, qardaşım mənim. Ağam, biz atamızın kiçik oğlu ilə sənin yanına qayıtdıq. Bu, qardaşımız Binyamindir. Artıq cəsus olmadığımızı bilirsən. Xahiş edirik, bizə inan. Qoy Allah sənə xeyir-dua versin, oğlum. Hər şey hazırlayın, əsri də gətirin. Çünki bu adamların hamısı bugün mənimlə birlikdə nahar edəcəklər. Ertəsi gün Yusif adamlarını əmr etdi ki, hər bir qardaşının kisəsini buğda ilə doldursunlar. Qardaşlarını bir daha sınamaq üçün nəzarətçisinə tapşırdı ki, şəxsi gümüş kasasını Binyaminin kisəsinə qoysunlar. Beləcə, Yusifin qardaşları Misirdən çıxıb Kənana tərəf yola düşdülər. Amma Yusif nəzarətçisinə onların arxasınca getməyi əmr etdi. Nəzarətçi Binyaminin kisəsinin dibindən Yusifə məxsus gümüş kasanı tapana qədər hər şey axtarıldı. Qardaşlar qorxdular və yenidən Yusifin qarşısına gəlməli oldular. Siz niyə mənim gümüş kasamı oğurladınız?
Ağam, biz təqsirkar olmadığımızı heç vaxt sübut eləyə bilməyəcəyik. Allah keçmiş günahlarımıza görə bizi cəzalandırır. Ona görə də indi hamımız sizin qulunuz olmaq üçün geri qayıtdıq. Yox, ancaq kəsamı oğurlayan adam mənim qulum olacaq. Qalanlarınız ölkənizə, atanızın yanına qayıdın. Mühafizəçilər, günahkarı həbs edin. Ağam, xahiş edirəm. Atam yaşlı adamdır. Bu oğlan isə atamızın qoca vaxtında doğulan oğludur. Həyatının yeganə sevincidir. Binyamini gətirəndə atamıza söz verdim ki, onun qayğısına qalacağam. Özümlə geri gətirəcəm. Oğlunun bizimlə geri qayıtmadığını görsə, kədər onu öldürəcək. Yalvarıram. İcazə verin. Onun yerinə mən sizin qulunuz kimi burada qalım. Dərhal hamınız gedin. Bizi tək buraxın. Qardaşlarım. Siz qul kimi satdığınız Yusif mənəm. Bu qardaşım Yusifdir. Bəli, Yahuda, mənəm. O sağdır. Onu bir daha görəcəyimi heç düşünmürdüm. Ruven, Yahuda, məni bura siz yox, Allah göndərdi. Sizin canlarınızı qurtarmaq üçün o məni bütün Misirə başçı təyin etdi. Düzünü de. Onda sən daha bizə qəzəblənmirsən? Yox, Yahuda, siz mənə pislik etmək istədiniz, amma Allah bunu yaxşılığa çevirdi. Benyamin, səni çox sevirəm. Bir gözləyin görək. İndi biz nə edəcəyik? Şimeon, ölkədə hələ 5 ildə aclıq olacaq. Çoxlu insanlar öləcək. Övladlarınızı, nəvələrinizi, mal-qaranızı gətirin. Sizə Misirdə yaxşı torpaqlar verəcəyəm. Siz mənim himayəmdə olacaqsınız. İndi gedin, tez atamı da gətirin. Çünki onun yanımda olmasını istəyirəm. Yaqub ailəsi ilə evdən getməzdən əvvəl Allah onunla danışdı. O Yaquba söylədi ki, Misirə getməkdən qorxmasın. Allah İbrahimə və İshaqa vəd etdiyi kimi Yaquba da onlarla birlikdə olacağını, bir gün onların bütün nəslini Kənan torpağına qaytaracağını vəd etdi. Oğlum Yusif. Ata, sənin üçün çox darıxmışam. Atam İshak'ın Allah'ına alqış olsun. O vəd etdiyi kimi ailəmə xeyir dua verdi. Yusif'in haber biz kardeşleri pislik etmek istediler ona karşı ama Allah buna icazə vermedi pisliği götürüp xeyrə çevirdi. Yusif'in haber biz kardeşleri pislik etmek ister.